Əziz həmvətənlərim, əziz soydaşlarım, xahiş edirəm bu xəbəri sonacan izləyin. Çox vacib bir xəbərdir. Belə ki, TikTok istifadəçilərinə xəbərdarlıq edildiyi qanunla qadağandır. Əziz izləyicilər, TikTok istifadəçilərinə bəzi məzmunlu videoların paylaşması qadağan edilib. Ölkə Az xəbər verir ki, bununla bağlı istifadəçilərə xəbərdarlıq mesajı da göndərilib. Belə ki, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna əsasən kütləvi nümayiş edildiyi halda ictimai mənəviyyatı tətbiq edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təsərrüatı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib. Qeyd edək ki, qanun bu ildən qüvvəyə minib. Diqqətinizə görə təşəkkür edirəm. İnanıram ki, hər kəs öz yerini biləcək bu TikTokda. Təşəkkür edirəm.